Samsung bu yaxınlarda buraxdığı smartfonlar üçün 6-7 il yeniləmə dəstəyi vəd etsə də, təəssüf ki, köhnə modellər bundan faydalana bilmir. Əslində, bu yaxınlarda Galaxy S20 seriyasına dəstəyin sona çatmasının şahidi olduq. Bəs brend hazırda hansı modellər üçün yeniləmə dəstəyi təklif edir? Samsungun yeniləmə dəstəyi təmin etdiyi bütün modellər Samsung 2024-cü ilin yanvarında Galaxy S24 seriyasının satışa çıxarılması ilə yeniləmə siyasətində əhəmiyyətli təkmilləşdirmə apardı. Yeni açıqlamaya görə, seriyadakı hər 3 model 7 il ərzində Android, One UI və təhlükəsizlik yeniləmələrini almağa davam edəcək. Yanvarın 22-də təqdim edilən Galaxy S25 seriyasında da belədir, bunun davam edəcəyini deyə bilərik. Bu şəkildə seriyanın 2031-ci ildə çıxacaq Android versiyası 22-yə qədər dəstəklənməsi planlaşdırılır. Bundan əlavə, bu müddət ərzində müntəzəm təhlükəsizlik və One UI yamaları istifadəçilərə təqdim olunacaq.